Hazırda yollardakı vəziyyətlə bağlı daha ətraflı məlumatı isə bizə əməkdaşımız Qasım Xuluflu verəcək. Qasım, salam. Buyurun, eşidirik sizi. Vəziyyət necədir? Salam Günay, hər vaxtınız xeyir olsun. Hazırda biz Bakı-Qazax magistralının Lökbatan dairəsi adlandırılan hissəsindəyik. Hava küləklidir, amma yollarda da sıxlıq müşahidə olunur. Hər il olduğu kimi bu ildə bayram günləri və Novruz bayramı ilə əlaqədar olaraq eyni zamanda tətil olduğu üçün insanlar bölgələrə üz tuturlar. Bu da yollarda sıxlığın yaranmasına səbəb olur. Bakının daxili yolları ilə yanaşı eyni zamanda şəhərin giriş və çıxışında magistral yollarda da avtomobillərin sıxlığı sezilir. Yollarda qəzaların qarşısını almaq məqsədi ilə yol polisi gücləndirilmiş iş qrafikində xidmət aparır. Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yollarda ehtiyatlı olmağı, gözlənilməz manevrlərdən çəkinməyi tövsiyə edir. Vətəndaşların ünvan başına təhlükəsiz və rahat çatdırılması üçün Bakı Avtovağzalı, eyni zamanda Azərbaycan dəmir yolları da gücləndirilmiş qrafikdə çalışır. Lakin mən yol boyu gəldikdə apardığım müşahidələrə əsasən onu deyə bilərəm ki, insanlar bölgələrə getmək üçün taksilərdən, fərdi avtomobillərdən, eyni zamanda mikroavtobuslardan da istifadə edir. Bu da onun göstərir ki, doğrudan da nəqliyyatda bayram günləri və tətillə əlaqədar olaraq sıxlıq müşahidə olunur. Həmçinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyə edir ki, onlar yollarda hava şəraitinə uyğun olaraq sürət həddi seçsinlər. Elə biz hazırda dayandığımız Lökbatan dairəsi ərazisində də küləkli hava şəraiti müşahidə olunur. Məndən bu saata bu qədər. Buyurun Günay, söz sizdədir. Təşəkkür edirik ətraflı və dolğun məlumata görə.